Müasir cəmiyyətimizdə informasiya kommunikasiya texnologiyaları, yeni innovasiyaların tətbiqi ölkənin daxili siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Gənclərin problemləri üzrə Elmi Araşdırmalar Mərkəzinin direktoru Qədəmşah Sadıqov gənclərin müasir texnologiyalardan istifadə sahəsində bilik və bacarıqlarının artırılması və bu istiqamətdə maarifləndirmə işinin aparılmasının əhəmiyyətindən danışdı. 2013-cü ilin ölkədə informasiya kommunikasiya ilə elan edilməsi bu proseslərin daha da sürətlənməsi və inkişafına geniş şərait yaradacaq. Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev də gənclərin davamlı inkişafında yeni innovasiyaların tətbiqinin vacibliyindən danışdı. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşı Nadir Məmmədov elektron hökumət və bu resurslardan istifadənin zəruriliyi mövzusunda məruzəyə çıxış etdi. Elektron hökumətin formalaşdırılmasının mərhələləri barədə məlumat verdi. Təhsil Nazirliyinin təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Samir Məmmədov təhsil sistemində elektron innovasiyaların tətbiqindən söz açdı. Prezident yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin şöbə müdiri Azər Cəfərli asan xidmətlərinin yaradılması günün tələbidir mövzusunda məruzə etdi. Vurğuladı ki, yeni yaradılan qurum müasir texnologiyalar, sosial innovasiyaların tətbiqi ilə dövlət orqanları və vətəndaşlar arasındakı münasibətlərin qurulmasında körpü rolunu oynayır. Tədbir müzakirələrlə davam etdi. Turan Novruzlu, Zardodaşov xəbərlər.